Birçok insanlara deyəndə ki, ahiret var, cennet cehennem var, qəbirdə hesab var. Deyirlər ki, qəbirdən kim qalxıb gəlir? Hemen o insanlar unutmasınlar ki, ölüm mələyi gəlib onların canlarına çökəndə həmin o sözü çox xatırlayacaqlar. Və ey Rabbim bizə möhlət ver, sənə inanaq, tövbə eləyək, 2 rəkat namaz qılıb sənə səcdə eləyək deyə bizə ömür ver deyəcək. Amma Allah Teala deyəcək ki, sizə əsla bir də ömür verməyəcəm. Allah tərəfindən göndərilən mələkləri gördüyü zaman istəsə də istəməsə də o insan Allahın varlığına artıq iman eləyir. Amma ruh çıxmağa başladısa tövbəsi də o insanın Allah katında qəbul deyil. Muhammed Peyğəmbərin s.ə.v-in dövründə öldükten sonra dirilməyə inanmayan adamların biri çürümüş bir sümüyü getirir, deyir ki, bu çürümüş bir sümük mü təzdən adam olacaq? Allah Kur'an-ı Kerim'de Yasin surasında buyurur. Bu sümüyü kim dirildəcək? Vahiyyə ramim, çürüyəndən torpaq olandan sonra Allah Teala buyurur ki, قُلْ يُحْيِهَا الَّذ۪ي اَنْشَأَهَا اَوَّلَ مَرَّةً وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٍ. Sen onlara de ki ey Muhammed, o sümüyü əslində kim yoktan var ettisə, o sümük olmuşu tekrar diriltmeye de qadirdir.